Salam, xoş gördük hər birinizi. Bugün sizinlə bu qolbağın necə hazırlandığına dair ətraflı video paylaşmaq istəyirəm. Bizə ən birinci lazım olacaq məhsul bu şəkildə gördüyünüz kilidlərdir. Müəyyən uzunluqda cəhminən 1 metrə qədər jelka götürürük. Daha sonra isə jelkanın tam mərkəz hissəsindən kildə bərkidirik. Bizə burada jelkanın 2 qolu lazımdır. Gördüyünüz kimi jelkanın sağ və sol tərəfə qollar ayrılır. Hər iki qola da 2-2 xırda mıncıq əlavə edirəm. Sonra isə jelkanın hər iki ucunu bir ədəd böyük mıncığın içərisindən keçirdib sağ və sol tərəfə bir ədəd xırda mıncıq əlavə edirəm. Bu hissədə telefon video qayd almadığından müəyyən bir hissəni qaçırmışıq. Lakin davamı olaraq sağ və sol tərəfə bir ədəd xırda mıncıq əlavə etdikdən sonra yenidən sağ və sol tərəflərə bir ədəd fərqli rəngdə orta boy mıncıq əlavə edib, daha sonra ləsqanın hər iki ucunu bir ədəd xırda mıncığın içərisindən keçiririk. Və daha sonra yenidən sağ və sol tərəfə bir ədəd fərqli rəngdə orta boy mıncıq əlavə edib, üstündən bir ədəd xırda mıncıq əlavə edib, yenidən bir ədəd böyük mıncığın içərisindən jelkanın hər iki ucunu eyni anda çıxardırıq. Yenidən gördüyünüz kimi hər iki tərəfə bir ədəd xırda mıncıq əlavə edirik. Üzərindən bir ədəd orta boy fərqli rəngdə mıncıq əlavə edirik. Yenidən xırda mıncığın içərisinə jelkanın hər iki ucunu eyni anda çıxardırıq. Yenidən sağ və sol tərəflərə fərqli rəngdə orta boy mıncıq əlavə edib, üzərinə bir ədəd xırda mıncıq əlavə edib, böyük mıncığın içərisinə jelkanın hər iki ucunu eyni anda çıxardırıq. Və videoya diqqətlə baxsaq, sıfırdan necə başlayacağınızı anlayacaqsınız. Mən buraya sxem şəklində qolbağın necə toxunacağını da əlavə eləyəcəm. Sıralamanı toxuyub bitirdikdən sonra qolbağın digər ucuna, kilidin digər ucuna bərkidirik. Qolbağın bir tərəfinə xırda mıncıqları necə bəzədiyimi görürsünüz. İndi isə digər tərəfin bəzədilməsini sizə göstərəcəm. Burada indidən istifadə etmək sizin üçün rahatlıq yaradacaqdır. Biz sadəcə xırda mıncıqların içərisindən iynənin ucunu çıxardırıq. Daha sonra isə xırda mıncıqlar arasında olan boşluğu doldurmaq üçün iynəyə xırda mıncıqlar alıb, digər bir mıncığın içərisindən iynənin ucunu çıxardırıq. Gördüyünüz kimi. Buradakı xırda mıncıqdan buradakı xırda mıncığın arasını doldurmaq üçün isə mən buraya təxminən 6 ədəd xırda mıncıq alıram. Və gördüyünüz kimi qarşıdakı xırda mıncığın içərisindən iynənin ucunu çıxardıram. Burada yan-yana olan xırda mıncıqların arasına isə 2 ədəd xırda mıncıq əlavə edirəm. Daha sonra isə iynəyi yerindən 6 ədəd xırda mıncıq alıb, növbəti xırda mıncığın içərisindən iynənin ucunu çıxardıram. Və bu şəkildə də sıra sonuna qədər davam edirəm. Və budur, qolbağımız bitdi. Çox sadə, tez hazırlanan, amma mükəmməl görsənən bir əl işidir. Ümid edirəm ki, videomu bəyəndiniz. Like atıb yorum yazmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.